Və gəlin əvvəlcə bu suala cavab tapmağa çalışaq ki, nəyə görə qorxuruq? Çünki ilk növbədə qorxunu gerdə qoyub deməkdir. Və ümumiyyətlə mən bu mövzuda rol oynamırdı da. Yəni ki, daha çox mənim öz səsimi ifadə eləməyim, mənim kim olduğumu özümün müəyyən eləməyim, başqalarının müəyyənə baxsız. Həqiqətən də bir, yəni situasiyada bir mərkəzdə durmamış insanlardır, özlərinə bir yol cızmamış insanlardır ki, bu fikirləri sizə ötürürlər, bu fikirləri sizə deməyə çalışırlar. Bundan sonra da bilirəm ki, həyatımda elə bir dönüş nöqtəsi kimi bir anım olsa ki, bu ixtisas seçimi bununla bağlı bir şeydir. Həmişə öz daxili səsimə güvənəcəm. Çünki bu günə qədər sizə həqiqətən deyə bilərəm ki, bu günə qədər öz daxili səsimə qulaq asıb da yanıldığım bir an olmayıb. Ən xırda məsələlərdən tutmuş.